Deməli, uşaqlar, burada deyilir ki, alqoritm blok sxeminə əsasən A dəyişənin çapa veriləcək qiymətin 32 olması üçün. Deməli, A 32-ni çapa verməlidir. Bunun üçün, deməli, n-in ən kiçik natural qiymətinin rəqəmləri cəmini. Gəlin n-i tapaq, ondan sonra rəqəmlərini cəmləyək. Deməli, A 2 ilə düşür dövrə və n-i soruşur. N deyir, kiçikdir, bərabərdirmi 100-dən? 100-dən kiçikdir, bərabərdir olduqda, hən qoluna gəldikdə burada A gələcək, neyəcək? Artacaq. Neçə dəfə? Neçə olacaq artıb? 2-nin üstünə 15 gələndə olacaq 17. N də bərabərdir. N-in üstünə gələcəklər 7-ni. Gəlib sonra n plus 7-ni soruşacaq. Deyəcək kiçikdir, bərabərdir 100-dən. Deyəcək, hə, A bərabərdir. 7-nin üstünə də 15 gələndə neçə olacaq? Olacaq 32. Artıq burada dövr qurtarır da. 32-ni almışıq biz. Gəlib burada n bərabər olacaq. İndi buranı da bitirək. N plus 7-nin üstünə 7 gələndə olacaq n plus 14. Gəlib burada soruşacaq 10 plus 14 kiçikdir, bərabərdir 100-dən. Baxın, bu şərtə biz yox deməliyik. Deməli, bunu belə yaza bilərik. N plus 14 böyük olmalıdır 100-dən. Böyükdür, bərabərdir də yox, ha. Böyük olmalıdır 100-dən. N buradan nəyə bərabər olur? 86-ya bərabər olur da, elə deyil. 86-nı qoyanda burada nə olur? 14-ün üstünə 86 gələndə 100 olur. Amma n 100 olsa burada, gəlib burada yoxlasa 100 kiçikdir, bərabərdir 100-dən deyəcəksiniz, hə, yenidən gedəcəksiniz dövrə. Bu 32-nin üstünə yenə 15 gələcək. Amma bu, deməli, bir dənə çox olmalı. Yəni 87 olmalı. 87 qoyanda artıq bizdə neçə olur? 101. Böyüdürmü 100-dən? Böyüdür. Deməli, cavab bizdə olur 87. 87. Gəlin indi bunu bir də belə izah edeyim. Baxın, burada uşaqlar 32 alınması üçün A bizdə nə ilə başlayıb? 2 ilə başlayıb. Gəlib burada 15 artanda olacaq burada 17. Yenə də bir dövrdə gedib 15 artanda 17 gəlsə üstünə olacaq 32. Deməli, neçə dövr gedib? Neçə dəfə 15 üstünə gəlib? 2 dəfə. Deməli, bura 2 dəfə dövr gedibsə, deməli, burada da 2 dəfə olub da. N plus 7-ni 2-yə vursaq olacaq 14. Bu da, bayaq dediyim kimi, böyüdür 100-dən eləyib. Baxın, eynən bunu həll edirik. N bərabər olur 86-ya, amma 86 qoysaq burada 100 olur. 100 böyüdür 100-dən, deyirik ki, yox. Deməli, neçə olmalıdır? Bir dənə çox götürmək, yəni 87. Bu aldığınızı həmişə gedib bu şərtdə yoxlayın. Görün sizin şərtinizi ödəyir, ödəmir. 87 olur, deməli 80 nə istəyir? Rəqəmləri cəmi, o da olur neçə? 15 olur. O da olur 15.